O qədər şərafətlidir imamların ziyarəti, imamların varlığı. Həzrət buyurur ki, kim məni ziyarət eləsə, haqqımı başa düşərək məni ziyarət eləsə, qiyamət günü 3 dəfə onun ən çətin yerdə fəryadına çataram və həmən çətinlikdə olan yerdən ona nicat verərəm. Birinci budur ki, əməl dəftəri sağ və sol əlinə veriləcəkdir. Özümü yetirərəm ora. İkinci budur ki, sirat zamanı. O da çox çətin bir yerdir. Siratdan keçmək ən çətin yerlərdəndir. Orada özümü yetirərəm. Bir də o vaxt ki, əməllərin çəkildiyi zaman, əməllər ki, haqq hesaba çəkilər, orada insan çox çətinlik çəkər. Mənim ziyarətimə gələnin köməyinə gələrəm. Bir nəfər nəql eləyir ki, İmam Rızadan eşitdim ki, deyir ki, bizi qətl eləyənlər belə bir sözlər. Mən dedim ki, Yəbnə Rəsulullah, sizi kim qətl eləyəcək? Dedi ki, mənim zamanımdakı ən pis xalq məni zəhər vasitəsilə öldürəcəklər. Sonra mən uzaq bir məkanda, qürbət bir yerdə dəfn edəcəm. Amma sonra Həzrət bir söz deyir. Burasına görə oxuyuram. Əslində Mövlud günləri istəmərəm o tərəflərə toxunam. Həzrət buyurdu ki, hər kim məni gəlib ziyarət eləsə, Allah ona 100.000 şəhidin, 100.000 sadiqin, 100.000 həcc edənin, ümrə edənin, 100.000 mücahidin əcrini ona verəcək və bizimlə məşhur olacaq. Behiştin ali dərəcəsində də bizim yanımızda olacaq. Çox böyük savabı var. Deməli, nədən qaynaqlanır bu savab? Onun ziyarətinə getmək, amma arifən bir haqqı. Həmişə bu sözü deyirlər. Tanıyaraq, başa düşərək, sevərək getmək lazımdır. Belə olsa, onda o insana faydası deyəcək. Əlbəttə ki, imamın ziyarətinə hansı səbəblərdən gedə bilməyərik. Maddiyyat səbəbindən, digər səbəblərdən. Amma İmam Rıza, keçən dəfə də deyirdim bu sözü, İmam Rıza təkcə o zərhin altında deyil ki, Mövlud günüdür, 2 rükət namaz qılasan, ziyarətnamələri var, ziyarət eləyəsən. Bax, bu da ziyarətdir. Həmən savabı verərlər, həmən xeyri verərlər. Mən bunları ona görə oxuyuram ki, biz görək ki, bunlar necə bir kəsdilər ki, bunları ziyarət eləmək bu qədər ali dərəcəyə səbəb olur. İstəyirəm bu şeyləri oxumaqla deyəm ki, bunların qəbrinin ziyarəti belədir. Gör insan hüzuru mərifətlə onların özlərini ziyarət eləsə nə olar?